Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə, Məlik Aslanov küçəsində, 4 sotun içində gözəl, tam təmirli, gir yaşa vəziyyətində olan, şəxsi inşa olunmuş 2 mərtəbəli, manaltla inşa olunmuş bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim eləyəcəm. Nəzərinizə çatdırıram. Ev, yenə qeyd edirəm, şəxsidir. Bələdiyyə sənədi var, arxiv arayışı var. Bunu da nəzərinizə çatdırım. Kupçaya gedən sənəddir. Ev həqiqətən içinə görəcəksiniz, yəni ev ideal evdir. Həyətində ev sahibi bax belə bir besetka yaradıb. Gördüyünüz kimi yayda zətdə oturmaq üçün gözəl bir şərait yaradıb. Demək, burada giriş darvazası pultdan idarə olunur, əlavə əl qapısı var. Həyətində yüngül var, yaşıllığı var. Həyətinə görürsünüz, ev sahibi belə beton döşətdirib ki, üstündən tam et fırlandı, tam rahat olsun. Yəni, bəşliyini, möhkəmliyinə görə bura istiyaşka verdirib, beton istiyaşka verdirib, altına da setkalar düzdürüb. Draplar qoyulub, qaz, su, işi, kanalizasiyası mərkəzi xətti, bunu da nəzərinizə çatdırım. Ev, yəni, nəzərinizə çatdırıram, yenə şəxsin ki olduğu üçün birinci mərtəbədə monolitli, 6 qarajlı. Ev həqiqətən çox gözəl evdir. Keçən də evin arxasında da 50 kvadrat yer var, hörmətli izləyicilər. Bax, evin monolitini göstərirəm, altı, hər yeri monolitdir, birinci mərtəbədə monolitdir. Burada boy verir, artıq əşyaları da yığa bilərsiniz. Arxasında da bax, belə bir, burada kombinə təchiz olunub, kombi aparatı qoyulub. Bax, bunun arxasında da belə 50 kvadratlıq yer var. Düzdür, artıq əşyaları yığıblar buraya. İndi satışdan sonra buranı yığışdırabilir. Burada da pləkan qoyub, arxada nə istəsiz şərait yarada bilərsiniz. Evin arxasında. Yəni, arxasından tanış olduq, hörmətli izləyicilər. Keçən də evin içi ilə tanış olaq. Əsas evin içidir. Evin gözəlliyinə söhbət ola bilməz. Ev həqiqətən ideal evdir. Keçən də evin içi ilə tanış olaq. Qalxırıq yuxarı. Qalxan kimi. Birinci mərtəbə hamınızı nəzərinizə çatdırım, istipoldur. Girən kimi, baxın, evin gözəlliyinə bir dənə baxın, zəhmət olmasa. Birinci mərtəbə istipol. Qranit mərmərdən yığılıb ev. Tavanları 3 metrdən çoxdur, hündürdür. Görürsünüz, hörmətli izləyicilər. Ev həqiqətən ideal evdir. Sol tərəfdə mətbəx. Mətbəxi də geniş, ürək açan. Sağda qonaq otağıdır, geniş qonaq otağıdır. Baxın bir dənə. Sona qədər izləyin. Bax, bütün ev haqqında məlumatlar sərəcəm. Zalı hardasa 40 kvadrata yaxındır, 30-dan çoxdur. Pləkanları mərmərdən yığılıb. Burada bir yataq otağı var. Pəncərələr də tam rahat işıq düşüb, görürsünüz. Qurqabı qoşadı, araba yuxarı ara mərtəbəsi də monolitdir. Birinci mərtəbədə monolitdir, ikinci mərtəbədə. Burada bir dənə, hörmətli izləyicilər, iş otağı, nə bilim, belə istəsəz burada, nə bilim, paltar, qradovka zat gəlmək, siz uşaq otağı kimi nəzərdə tuta bilərsiniz. Yəni, boş otaqdır. Heç kombi düzdür qoymayıb ora. Buralar üçün kamzı sistemdir. Həm burada belə aksesuarlarla da yığa bilərsiniz. Həm də amma ehtiyac yoxdur. Yeri aşağı, yeri stipoldur döşəməsi. Burada sanuzel hissəsidir. Gözəl təmir olmuş bir evdir, şəxsi inşa olmuş bir evdir. Evə söhbət ola bilməz. Qalxırıq yuxarı. Bax, pləkanların altında belə işıqlar qoymaq üçün ev sahibi, bax, görürsünüz, belə şunlar qoyub. Yandıranda işıqlanma versin. İndi düz işıqlar qoymayıb, amma işıqlanma verə bilir. Yaratmaqdır ki, axşam çıxanda yaxşı olur, rahat olur, gözəl görsənir pləkanlar. Çıxan kimi də aşağıda demək 3 otaqdır. Nəzərinizə çatdırın. Bir zal, 2 yataq. Biri düzdür, balaca otaqdır. Çıxan kimi solda, bax, burada bir dənə geniş yataq otağıdır.
Bu buradakı şeylər də çəkək. Çıxan ki, bax pilləkəndən çıxdı sol tərəfdə. Burada bura şeydir. Artıq əşyalar zaten nə bilim istipoldur. Burada istipoldur ikinci mərtəbədə. Bu ikinci mərtəbənin sanuzeydi. Yuxarılar asma tabanla gəlir. Yəni pozisyonu oynar. Hamısı qaydasında. Ev səliqəli səhmanlı bir evdir. Moydatırın yeri, moydatır deyirəm, üzr istəyirəm. Deməli, hörmətli icazə. Bir dənə şükürlükə qalıb burada. Yəni, moydatır qoyulub. Gördüyünüz kimi. Duşqabı ilə yerdə qoyulub. Orada hamısı yerindədir. Ara mərtəbəsi yenə deyirəm, beton monolitdir. Bax, bu hissəsidir. Həm də istipoldur. Solda bir yataq otağıdır. İstipoldur deyə. Amma yenə də sistemləri çəkiblər. Yəni, aksesuarlarla qoya bilərsiniz. Burada yenə bir yataq otağıdır geniş. Aradası 15 kvadratlıq. 3-ün 5-ə, bəlkə də çox olar. 15-16 var rahat. Sonunda bu otağı çəkdim. Burada bir dənə, buranı çəkdik biz. Uşaq otağıdır. Burada nəzərdə tutulub. Burada da bir dənə yenə geniş 24-ün 5-ə bir yataq otağıdır. Buranı da görürsünüz, hörmətli izləyicilər. Yəni, təmiri qaydasıdır. Ev təmirli evdir, gözəl evdir. Evə söhbət ola bilməz. Buradan da balkona çıxışdır. Görürsünüz. Demək, 1, 2, 3, 4 otaq burada, 3 otaq da aşağıda. Zanlan 2 otaq, 7 otaqdır cəmi. Nəzərinizə çatdırım, hörmətli izləyicilər. Yenə qeyd edirəm. Ev Biləcərdən, Məlik Həsənov küçəsindən. Demək olar, evin çoxunun, demək olar 95%, 99% qapının azığıdır, asfaltdır. Hündür bir ərazidə yerləşir, nəmişlik yoxdur. Bunu da nəzərinizə çatdırım, hörmətli izləyicilər. Evin, yəni bələdiyyə sənədidir, arxivli sənəddir, kupçiyə gedən sənəddir. Heç bir dövlət əhəmiyyətli bir cəmanəçiliyi yoxdur, kupçiyə rahat yerə gedən sənəddir. Evin qiyməti 270 min stat qiymətdir. Real alıcı olsa endirim olmağına olacaq. Birbaşa sahibi ilə görüşəcəksiniz. Son sözü hörmətli izləyicilər, ev sahibi deyəcək. 270 min start qiymətdir. Endirimi birbaşa ev sahibi ilə danışacaqsınız. Hörmətli izləyicilər, YouTube'da, Instagram'da, TikTok'da Seç Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymət evləri izləyə bilərsiniz. Evlər də kodlaşdırıb kodları götürmək yaddan çıxmasın. Mütləq zəng vuran zaman kodları götürün. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah olmayanlara gözəl evlər qismət eləsin. Allah alan da xeyir versin, Allah satana da. Amin.